İşğaldan azad olunan ərazilərimiz kimi digər bölgələrimizdə də 8 noyabr Zəfər günü münasibətilə silsilə tədbirlər keçirilib. Şirvan şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən Ata vəsiyyətinin zəfəri adlı tədbir keçirilib. Şirvan şəhər icra hakimiyyətində davam edən tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən ölkəmizdə hər il 8 noyabr Zəfər günü xalqımızın qürur və iftixar bayramı kimi qeyd olunur. Bu bayram 44 günlük vətən müharibəsində qazanılan şanlı qələbəmizin, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və ata vəsiyyətinin gerçəkləşməsinin rəmzidir. Bugün Zəfər tarixinin davamı olaraq Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Digər çıxışçılar Müzəffər Ali Başkomandan İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın dəmir yumruq ətrafında sıx birləşdiyini vurğulayıblar. Tədbirdə şanlı zəfərimizə, tarixi qələbəmizə həsr olunan Qızıl Payız sənədli filmi nümayiş olunub. Konferansdan sonra axşam saatlarında geniş konsert proqramı təqdim olunub. Konsert atəşfəşanlıqla başa çatıb. Vətən müharibəsində az da olsa payım olduğu üçün çox şanslı hiss edirəm özümü və Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edirəm. Allah ordumuzu, xalqımızı qorusun. Allah dövlətçiliyimizi əbədi eləsin. Xalqımıza yeni zəfərlər arzu edirəm.